Hansı ifadələr doğrudur? Mail müstəvi səth üzrə sabit sürətlə sürüşən. Sabit sürətlə sürüşür deməli V konstantdır. Cismin yer səthinə çatana qədər. Potensial enerjisi. Y potensial mgh-dır. Hündürlük azaldığına görə potensial enerji azalır. Kinetik enerji. YK bərabər mv kvadratı bölü 2-dir. Şərtdə yazıb sabit sürətlə hərəkət edir. Ona görə kinetik enerji dəyişməz. V konstantdır. Tam enerji. Tam enerji, tam mexaniki enerji nədir? Cismin kinetik və potensial enerjilərinin cəmidir. Fikir ver, kinetik enerji sabit qalır, potensial enerji azalır. Onda tam enerji nə edir? O da azalır. Belə. Sürtünmə var imiş də burada. Yəni, yoxsa niyə sabit sürətlə düşsün ki? Burada deməli sürtünmə qüvvəsi də var. Ona görə sabit sürətlə düşür. MG-nin 2 dənə proyeksiyası var. MG burada kosinus alfadır. Digəri isə MG sinus alfadır. Əslində bu MG sinus alfa ilə sürtünmə olmasa təcilli düşməlidir. A bərabər J sinus alfa təcili ilə düşməlidir. Amma sabit sürətlə düşürsə, deməli sürtünmə nəzərə alınıb. Sürtünmə nəzərə alınsa da tam mexaniki enerji saxlanılır.